Salam, qəbula düşə biləcək sualların ikinci hissəsini izahı ilə davam edirik. Ən birinci gördüyümüz belə bir stoku sualdır və biz artıq bilməliyik ki, stoklarda nədən başlamalıyıq? Ən birinci düzbucaqlı qaydasından. Yəni bu hissəyə fikir vermiş olsaq, yuxarıda olan məsəl üçün 3, aşağıda mütləq, sağ tərəfdə burada verilməlidir. Eyni şəkildə sağ yuxarıda gördüyümüz bu 2 ilə 1, mütləq sol tərəfdəki düzbucaqlığın içərisində, yəni burada mütləq aşağı hissədə burada verilməlidir. Bu da nəyə görədir? Məntiqlə düşünmüş olsaq, görürsünüz bu sətirdə artıq 3 var. Artıq bu sətirdə ikinci bir 3 yaza bilmərik deyə bura 3 yazmaq olmaz. Düzdür? Amma bu blokun içərisində axır əvvəl bir dənə 3 olmalıdır axı. İndi burada olmazsa, harda olmalıdır? Avtomatik aşağılarda bir yerdə olmalıdır. İndi eyni şəkildə yuxarıdakı bu 2 1. Yuxarıdadsa artıq nə bura, nə də bura 2 ilə 1-i yazmaq olmaz. Çünki yoxsa təkrarlanacaq. Amma bu blokun içərisində axır əvvəl 2 ilə 1 olmalıdır axı. Ona görə düşünürük ki, 2 ilə 1 hardadır? Aşağı hissədə. Düzdür? Yeri dəyişik də ola bilər. Amma bu sualda yerini dəyişdirmiş olsaq, bura 1, bura 2 yazmış olsaq, görəcəyik ki, üstündə 2 dənə 1 var. Düzdür? Ona görə artıq deyirik ki, bu üstünə 1 yaza bilmərik. 1 mütləq sualın yerində olmalıdır. 2 də burada. Mən sual işarəsinin yerinə 1 yazmalıyıq. Doğru cavab olmalıdır. A variantı. Fikir verirsə tam formada doldurmadım. İndiyə qədər qəbula düşən bu tipli stokların heç birində tam doldurmağa ehtiyac qalmayıb. Hətta 2016-cı il ən çətin qəbul ili olub. Orada rəqəm saylarını tamamən azaldıblar. Qısa ilə 1-2 dənə rəqəmdən birbaşa ilə sualı təxmin eləmək olub. Amma nə qədər tələbə həmin il imtahan verərkən bunu görməmişdi. Deməli, birinci sualın doğru cavabı oldu. A variantı. Tez birinci sualımızı A variantı olaraq işarələyirik. Keçirik növbəti suala. Deməli, ikinci sual. Bu sualı da neçə dəfə görmüşsünüz artıq, amma yenə də bir cür səhv eləyənləriniz var. İndi təvərdən biri də bunu səhv eləyib mənə atmışdı ki, yenə səhv elədim deyə. Yəqin ki, bu cümləmi öz üzərinə götürmüş olacaq. Deməli, götürsün. Deməli, indi görürük ki, burada 12-dir, 9-dur. 3-3 azalıb, düzdür? 9, 6, 3. 2 dənə iç-içə keçirilmiş ardıcıllıq var. Qanuna uyğunluğu pozan həddi tapmalıyıq. Bunlar 3-3 azaldı. Ne fikir versəz, digərləri də görürsünüz 9, 11. 9-dan 11-ə 2 artıbsa, 11-dən 14-ə düşünürəm ki, yenə 2 artar, 13 olar. 13-dən də 2 artar, olar 15. Oldu? Görürsünüz burada oldu 15. 2-2 gəlib, artmış oldu. Aradakılar nə edirdi? 3-3 azalırdı. İndi belə olanda görürük ki, 14-ün yerinə 13 yazılmalıdır. Qanuna uyğunluq pozan hədd nə olmuş olur? Olmuş olur 14 C variantı. İndi sizin elədiyinizə gəlirəm. Cavab C variantıdır. Siz deyirsiniz ki, baxın, deyirsiniz ki, başlayaq elə 15-dən. Deyirsiniz 1 azalıb. Sonra davamında düşünmüsünüz ki, 2 azalsın. Olsun bura 12. Sonra da 3 azalsın, olsun 9 deyirsiniz. Amma yadınıza gəlirsə cədvəllərdə, rebusda demişdim ki, heç olmasa 2-3 ədəd ardarda ardıcıl sırayla 1, 2, 3 vaid azalmalıdır ki, siz əminliklə deyə bilərsiniz ki, bu 1-1, yəni azalmada, yəni 1-2-3 formasını ardıcıl formada azalmada. Yoxsa elə bir şey yoxdursa, heç bir şəkildə bunu deyə bilmirsiniz. Yenə təkrarlayıram, heç olmasa 2 ədəd ardarda biri 1, biri 2 azalmalıydı ki, heç olmasa görürsünüz bunlar olmalıydı ki, siz növbətlərdə də artıq uyğunlaşdırıb 3 azalıb, 4 azalıb, 5 azalıb şəklində davamını düzərdiniz. Oldu? Ona görə də heç bir şəkildə belə deyə bilmirik. Həm də belə eləyəndə görürsünüz 1 azaldı, 2 azaldı, 3 azaldı deyirsiniz. Cavabı qanuna uyğunluğu pozan hədd olaraq 11 götürürsünüz. İndi fikir versəz, mən də götürərəm, belə eləyərəm. Baxın, indi götürəcəm. Deyəcəm ki, biraz fərqli formada yanaşıb bu testdə. 1 azalıb, olub 14. Sonra 3 azalsın, görürsünüz 14-dən 11-ə, olub 11. İndi deyirəm ki, 5 azalsın, 11-dən 5 çıxanda artıq olsun bura 6. 9 yazılıb deyib, belə olanda da Y variantı olaraq cavabı götürə bilərəm. Düzdür? Fikir verirsə sizin qayda ilə gedəndə artıq cavabın 11 olduğunu da götürmək olur, Y variantı 9 olduğunu da götürmək olur. Ona görə biz aradakı ədədlərin 1-3-5, 1-2-3 formasında artıb azalmağını dəqiq 100% belə olduğunu deməyimiz üçün heç olmasa onunla bağlı bir neçə dəfə təkrarlanma görməliyik. Oldu? Görmürüksə qutardı getdi. Həm də sanki bu testdə səhv yerə kliklədim yenə. Hə, bu testdə. Fikir verirsə burada özdə bildirmək istəyir ki, sanki oxşar yollar olur iç-içə keçirilmiş ardıcılıqlar əksər hallarda. Sanki özdə bildirmək istəyir ki, 12, 9, 6, 3
Görürsünüz 3 3 azalıb eyni ədəd qədər. Ona deməli buna bənzədib nəsə bir şey eləyəcəyik bizdə. 9, 11 2 artıb 2 artanda olmalıydı 13, 2 artanda olmalıydı 15. Görürsünüz buradan yenə rahat-rahat deyirik ki, qanuna uyğun pozan ədəd olmalıydı 14. Yəni doğru cavab oldu. C variantı işarələdik. Keçdik növbəti suala. İndi sual əvəzindən uyğun cavab variantını seçin deyə bizdən soruşur. Görək indi uyğun cavab variantımız nədir? Burada da diqqətli olsanız qəbula düşmüş ən çox, yəni qara ağ məsələsi olan sual tiplərindən biridir. Görürsünüz bozdur, bozdur. Burada olub ağ. Siz çalışın götürün bunları bir kənardan yazın. Yoxsa mən sizə etibar eləmirəm bu məsələdə. Siz diqqətsiz eləyib nəyisə səhv eləyəcəksiniz. Sonra ağdır, ağdır. Görürsünüz olub boz. Yəni qarada deyə bilərsiniz. Bir problem yoxdur. Ağla ağ nəyi verir bizə? Ağ plus ağ bərabər olur boza. Düzdür? İndi baxaq başqa bir yerə. Ağdır, bozdur. Nə olub? Ağ. Deməli ağla bozda ağ olur. Ağ plus boz bərabərdir ağ. İndi maraqlısı odur ki, görəsən boz birinci gəlsə, sonra ağ gəlsə, onda yenə ağ olur. Fikir verirsə, bəli, ağ olur. Deməli yer dəyişmənin bir fərqi yoxdur. Başqa bir sualda amma ola bilər. Oldu. Deməli ağla boz da ağ verir, bozla ağ da ağ verir. 2 dənə bozun birləşməsi ağa səbəb olur, 2 dənə ağın birləşməsi boza səbəb olur. Gəldi indi düşdük aşağıya, yanılmaz dedim elə bil. İndi gəldik bu hissəni həll eləməyə. İndi bu hissəni həll eləyəndə görürsüz ağdır, bozdur. Fərqli rəng nəyi verirdi? Ağı verirdi. Deməli sol yuxarı hissəsi ağ olmalıdır. Bu variantları artıq atdıq, getdi. Sonra bozdur, ağdır. Fərqli rəngi nə verməlidir? Ağ verməlidir. Burada boz verilib, bu da getdi. Nə qaldı? D variantı. Oldu. Sonra D variantında yenə digər hissələrini rahat-rahat müqayisə edə bilərsiniz. Görürsünüz, eyni rəng birləşmələrdir burada. Bozla boz nəyi verirdi? Ağı verirdi. Ağ verib, ağla ağ nəyi verirdi? Bu hissədə görürük ki, bozu verirdi, bozu verib. Ona görə D variantı olmalıdır. Doğru cavabımız bu sualda bilmiş olduq. Keçdik növbəti sualımıza. Deməli, D oldu bu sualın da cavabı. Gəldik 4-cü suala. Bir-birindən fərqli natural ədədlərdir. Biz də tapmalıyıq ki, sual əvəzinə uyğun olan variantımız hansıdır? Görək indi hansıdır bizim sual əvəzinə uyğun olan variantımız. İndi fikir versək, elə bu iki sətri müqayisə eləyəndə ulduzlar vurma işarəsidir bizdə. Hər ikisində ortaq olan qara dairə var. Görürsünüz, qara dairə burada. 24 ilə 21-in hər ikisinin ortaq böləni nədir bizdə? 3-dür də, düzdür? Ona görə düşünürəm ki, qara dairə elə 3 olar. 3 olar, 3-ü 8-ə vurarıq, olar 24. Oldu. 3-ü nəyə vuranda 21 eləyir? 7-yə vuranda. Ya bura 1 yazacağım, bura 7, ya da tərsinə. Düzdür? Bunu dəqiq bilmirəm. Dəqiq hardan biləcəm? Yuxarı hissədən. Oldu. Yenə təkrar edirəm. 3-ü 7-yə vuranda 21 eləyir. Bura deməli 1 ilə 7 yazmalıyıq da biz. Bilmirik indi hansı 7-dir, hansı 1-dir. Yuxarı hissədən indi bərabərlik hansını ödənsə oradan biləcəyik. Qara dairəyə 3 yazmışıq. İndi əgər smaylikə götürüb biz 1 yazmış olsaq, bu romb işarəsinə, qara romb işarəsinə götürüb 7 yazmış olsaq, 3 ilə 1-in cəmi 4, 7 çıxanda -3 eləyərdi. Ona görə düşünürük ki, elə birinci yazdığımız doğrudur burada. Yer dəyişməyə ehtiyac yoxdur bu hissədə. Romb 1, smaylik 7. 3 ilə 7-nin cəmi 10, 1 də çıxanda oldu 9. Mən hər bir şeyini tapdıq. Bizdən nə istəyir? Qara kvadratı istəyir. Qara kvadrat nə olmuş oldu? Olmuş oldu 8. Və fikir verirsə, qara kvadratı istəməyinə birbaşa baxsaydıq, heç bunu yoxlamadan gəlib doğru cavabı da sürətli bir şəkildə yaza bilərdik. Amma yoxlamağınızı məsləhət görürəm, çünki hər hansısa bir iş çıxa bilər sonra işin içərisindən. Deməli, bildik ki, burada da olmalıdır. D variantı sualımızın doğru cavabı. D-ni işarələyirik, tullanırıq tez növbəti suala. İndi verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən uyğunluğu seçməliyik. Sevincdən biz güləriksə, kədərdən də ağlayarıq. Düzdür? Məsələn, sevincdən də, sevinc göz yaşlarından da danışa bilərik. Sevincdən də ağlamaq olur. Təbii ki, o başqa məsələ. Amma hal-hazırda sevinci biz nə ilə bildiririk? Gülərək, məsələn. Kədəri də ağlayaraq, məsələn. Oldu. Yəni, burada tək uyğun cavab olacaqdır bizim C variantımız. Bunu bildik, sonra keçdik. Ümid edirəm ki, bunda bir problem yaşamamısınız. Ona görə çox uzatmıram. Bunu da işarələyim burada. Görüm axırda neçə toplayıram. C variantı. Sonra keçdik 6-cı sual. 6-cı sualda burada bəzi tələblər deyir ki, deyəsən burada simvol düşməyib. Amma burada simvola ehtiyac yoxdur. Ora bizə lazım olmayan hissədir. Görürsünüz, bizim ədədlərimiz sətirlə sütunun başlıqlarından alınır. Məsəl üçün, ulduzdan 16 alınıb. Biz də məntiqlə düşünürük ki, 2 dənə ulduzdan necə 16 ala bilər? Bir-birinə vursaq. Bəs ulduz nə olsa bir-birinə vuranda 16 eləyər? Təbii ki, ulduz 4 olsa.
Görürsünüz ulduza yazdıq 4. Deməli 4 dəfə 4 bir-birinə vurub yazıb 16. İndi məsəl üçün 24-ə baxın. 24-ün sütun başlığı 4-dür. Sətir başlığı belə bir trapesiya işarəsidir. 4-ü neynəsəm 24 eləyər. 6-ya vursam, düzdür? Ona görə düşünürəm ki, trapesiya 6-dır. 6 dəfə 4 olub 24. Oldu. Sonra baxın, görürsünüz bu hissədəki 4-ü sütun başlığında 20-yə alındırmaq üçün 4-ü neynəsək 20 eləyər. 5-ə vursaq, deməli burada 5-dir. 4 dəfə 5 olub 20. Oldu. Məsələn 30, görürsünüz 6-nı 5-ə vuranda eləyər də, düzdür? Ona görə biz rahat-rahat götürüb yenərik, yuxarıya yazarıq 5. Görürsünüz, bu hissədən də onsuz da rombu tapmışdıq. Oradan da bilə bilərdik. Sonra 4-ü nəyə vursaq 28 eləyər? 7-yə. Ona görə ürək də deməli 7-dir. Hamısını yoxlaya bilərsiniz. 6 dəfə 7 42, 5 dəfə 7 35. Biz x ilə y-i tapmalıyıq. X ilə y-i tapmağımız üçün 4 dəfə 5. Görürsünüz x oldu 20. X-in qiyməti 20-dir. Yəni 5 dəfə də 5, y oldu 25. Yəni doğru cavab nə olmalıymış? D variantı. Bunu da tapdıq, yarıtdıq. Keçdik növbəti suala. Burada da bir dənə D-ni qəşəng-qəşəng işarələyirək. Gəldik növbəti sual. Hərflər və rəqəmlər bir-birindən və sıfırdan fərqli deyir. 2017-ci ilin qəbul sualıdır. Hazırki sual. Sıfırdan və bir-birindən fərqlidir. Yəni hamısı. Oldu? Hamısı. Sıfır yaza bilmərik. Və baxın, minimum alınacaq, bu cəmdən alınacaq minimum qiyməti tapmalıyıq. Minimum bir şey alındırmaq istəyirsinizsə, çalışın həmişə onluqlarını kiçik rəqəmlər yazın. Bunu qayda kimi yadda saxlayın. Oldu? Məsəl üçün, deyək ki, bizdə 6 dənə rəqəm var. Bunu özümdən yazıram, demin hardan çıxdı. Deyək ki, 6 dənə rəqəm var. Bu rəqəmlərdən istifadə eləməklə ən kiçik cəmi formalaşdırmaq istəyirsinizsə, ona siz nə etməlisiniz? Baxın, buradakı bu 1, 2, 3 var ha, kiçik cəm almalıyam da. Bunları əvvəl yazmalısınız. 1, 2, 3 yazdınız. 4, 5, 6-na düzürsünüz arxasına. Görürsünüz, bu rəqəmlərdən ala biləcəyiniz ən kiçik cəm bunların cəmidir. Oldu? Ona görə ki, biz götürüb 4, 5, 6-nı qarşıya yazsaq, fikir verin, onda 41, 52, 63 daha böyük ədədlər oldu da, düzdür? Ona görə də kiçiltmək üçün nə etmək lazımdır? Yuxarı mərtəbəsini, onluq mərtəbəsini kiçik rəqəm götürmək lazımdır. Bunu bildik. İndi düşündük ki, minimum x-y tapmaq istəyiriksə və bu hərflər rəqəmlərdirsə, tez A-S-Y-yə nə yazaram? 1, 2, 3. Fərqi yoxdur, yerini dəyişə bilərsiniz. Lap istəyirsiniz Y-yə 1 yazın, S-yə 3, A-yə 2. Oldu? Bir problem yoxdur. Əsas odur ki, bizim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə rəqəmimizdən 1, 2, 3 getdi. Bunları artıq başqa bir yerdə görməməliyik. Oldu? İndi götürüb bəziləriniz yenə şərtdə verilməyinə baxmayaraq çaşıb 0 filan istifadə eləmişsiniz. Amma şərtdə yazıb axı 0-dan fərqli olmalıdır bunlar. Oldu? İndi başlayırıq digərlərini düzəltməyə. Fikir versəz, biz digərlərindən minimum 4, 5, 6-nı istifadə eləmiş olsaq belə, bunları toplayanda nəsə yadda qalacaq. Düzdür? Onu aşacaq, bir yadda qalacaq. Ona görə baxın, bunları toplayanda 6, bir də yadda, x-a götürüb rahat-rahat 7-ni yaza bilərsiniz. Onsuz variantlardan da x-in hamısının 7 olduğu rahat-rahat görsənmiş olur. Kəramət nədədir? Bunun davamını düzəltməkdə. Oldu? Bir dənə mən götürəm A variantını atıram. Çünki bunlar ikisi də 7 ola bilməz. X də Y də 7 ola bilməz. Başlayıram indi digər hissəsini düzəltməyə. İndi bacardığım qədər kiçik rəqəm almalıyam. Sonra D variantını da baxan kimi atıram. Çünki D variantı cavab olmuş olsa, burası düşsə, Y də 3, Y də 3 olmaz. Oldu. Görürsünüz, ona görə qəşəng-qəşəng D variantında 60 oldum. Digərlərini indi alındırmaq üçün çalışacağam. İndi 74-ü alındırmaq üçün görək, nə edə bilərik? Gəldim. Məsəl üçün, baxın, götürərəm, yazaram. B-yə 4, düzdür. D-yə 5, D-yə 5. Toplamda 14 eləyir. 4 yazdıq, 1 yadda, 6, 1 də yadda, 7. Amma fikir verin, B-də 4. Y-də 4 oldu axı. Bu artıq olmaz. Düzdür? Düşünək görək, bəlkə başqa cür 74 yeni alına bilər. Məsələn, götürüm görüm bunlara 4 yazsam. Görürsünüz, elədi 8. Burada 6 yazsam, eləyəcək 14. Görürsünüz, 14. 4 yazdıq, 1 yadda, 6, 1 də yadda, 7. İndi belə onda yenə görürük ki, D-lərə 4 yazdıq, ilk də 4 oldu. Nə fərq oldu ki? Yəni, uzun sözün qısası, biz görürük ki, burada biz 4-ü alındırmaq üçün, 74-ü alındırmaq üçün mütləq yuxarıda hərflərdən birinə heç olmasa 4 yazmalıyıq. Oldu. Ona görə də heç bir şəkildə 74 cavabında tutuzdura bilmirik. Oldu. Ona görə keçirik yavaş-yavaş digərlərini yoxlamağa.
Sonra keçdim. Fikir verirsə D-lərə 4 və 5 yazdım, elə yoxladım. Artıq D-lərə 6 yazsaz daha böyük gedəcək də, düzdür? Ona görə də 4 cavabını heç bir şəkildə alındıra bilməyəcəksiniz. Qalıb indi 75 ilə 76. Görək bu 75-i alındırmaq olurmu? İndi gəldim, məsəl üçün elə yazıram. D-lərə 4, düzdür? Elədi 8. İndi Y-in yerində 5-i alındırmaq üçün nə etmək lazımdır? B-yə götürüb 7 yazmaq lazımdır. İndi 8 ilə 7-nin cəmi 15. 5 yazdıq, 1 yadda. 6 1 də yadda, 7. Hə, 5 oldu. Amma baxın burada B də 7, X də 7 ola bilmir axı. Ona görə deyirik ki, nə olmalıymış? Nə olmalıymış? Heç bir şəkildə 75 də olmamalıymış. İndi fikir verirsinizsə, elə buradan 7-ni qaralasaq, 7-ni istifadə edə bilməsək. Biz aşağıdakı Y-in yerinə 5-i necə alındıra biləcəyik? Başqa cür alındıra bilirsinizsə, təbii ki, onu da qeyd edə bilərsiniz. Yəni, heç bir şəkildə gəlib aşağıda 5-i görə bilməyəcəksiniz. Lap bura 5-i yazarsınız. Nə rəqəm yazırsınızsa yazın yuxarıya, gəlib aşağıda 5-in alınma ehtimalı bundan sonrasında yoxdur. Oldu. Həm də aşağıya 5 yazırsınızsa, gərək siz bu 5-i də qaralayasınız. Qaldı indi 4, 6, 8, 9-dan gəlib o 5-ə çıxmaq. Yəni, heç bir şəkildə alınmır. Oldu. Ona görə deməli 75-i də alındıra bilmədik biz. Axır ki, gəldim. Y variantını yoxlayıram. Bura 6 yazandan sonra. İndi burada 6 olmağı üçün bu 6-nı qaraladım. 4, 5, 8, 9-dan istifadə edə bilərəm yalnız və yalnız. Götürərəm. Məsəl üçün yazaram bura. 4, 4, düzdür? Eləyər 8. Burada B yazaram 8. Toplayanda 16. 6 yazdıq. 1 yadda. 1, 2, 3'ü topladıq 6, 1 də yadda oldu 7. Yəni nə olmuş oldu? Oldu 76. Yəni bunları siz yoxlayaraq biləcəksiniz. Deməyin ki, ay elə çətinli, belə çətinli, dəhşətli. Yox, elə qeyri-adi bir şey yoxdur. Sadəcə 1-2 dəfə sistemi bir şəkildə yoxlasaz, təkrarlanmanı görən kimi tez o variantı açsaz, birbaşa cavabı gəlib çıxacaqsınız. Özü 77 ilə fikir versəz 73, ən başdan A ilə D variantı gedirdi. Biz uzaqbaşı B-də, C-də, Y-də qalırdıq. Onları da yavaş-yavaş yoxlayaraq gəlib tapmaq olur. Oldu. Başqa cür 76-nı alındırmaq istəyirsinizsə, 4, 5, 8, 9-dan yenə istifadə edib orada düzməyə çalışacaqsınız, amma alınmayacaq. Çünki gərək onda digərlərindən hər hansısa birinə 0 yazasınız. Şərtdə də yazıb ki, 0-dan fərqli olmalıdır. Deməli, bu sualına doğru cavabını bildik ki, 76-dır və gördük ki, hər biri bir-birindən fərqlidir. 0-dan da böyükdülər, 0-dan da fərqlidirlər. Heç bir problem yoxdur deməli. Oldu Y variantı bu sualımızın doğru cavabı. Keçdik növbəti hissəyə. 8-ci sual. Qanun uyğunluğu müəyyən eləməliyik. Sual əvəzinə də uyğun variantı seçməliyik. İndi 23 ilə 28-i toplasaq. Nəticədə eləyəcək 51. Düzdür. 51-dən də 5-i necə almaq olar? 5 vurulsun 1. Oldu 5. İndi 17 ilə 31-i toplayanda oldu 48. 4 dəfə 8 oldu 32. Sonra 17 ilə 14-ü topladıq. 31. 3 dəfə 1 oldu 3. İndi 31 ilə 9-u topladıq. Eləmiş oldu 40. 4 dəfə 0 oldu 0. Yəni nə olmalıymış? A variantı 8-ci sualda. A variantını işarələdik. Keçdik növbəti suala. 9-cu sual. 9-cu sualda buradakı qara saat əqrəbi istiqaməti boyunca bir-bir hərəkət edir. Buradadır, qalxdı yuxarıya. Keçdi sağa. İndi bir dəfə də sağa keçsə, gəlib dayanacaq bu hissədə. Düzdür? İndi həmin hissədə qara olmayan bir dənə D variantıdır. Ona görə D variantını atırıq, digərlərini saxlayırıq. Çünki digərlərində hamısında eyni yerdə qara var. Sonra keçdik digərləri. Məsəl üçün olsun buradakı fiqur. Görürsünüz bu fiqur buradadır, sonra yuxarıdadır. Bir vahiddə qalxdı yuxarıya, indi sağda ortada olmalıdır. Onsuz da sağda ortadadır hamısında. Deməli formasına fikir verməliyik. Fikir verirsə birinci formasına baxmadım, sistemli getdim. Düzdür? Diyor sağ yuxarısındadır qara. Düşdü qara aşağısına. Keçdi qara soluna. İndi qara harda olmalıdır? Burada yuxarı hissəsində. İndi qara sol yuxarı hissəsində olan görür ki A-dır, B-dir, C-də sağdadır, Y-də sağ aşağıdadır. Atdıq getdi. Qaldı bir dənə fiqur. O fiqura da baxan kimi cavabımız artıq hazırdır. İndi həmin fiqura baxsaq, onsuz da A-da da B-də də eyni yerdədir. Deməli formasına fikir verməliyik. Əvvəlcə qara yuxarısındadır. Sonra qara solundadır. Düzdür, fırlanır da hər səfərində. Yuxarı, düzdür, qara solundadır. İndi sonra fırlansa harda olacaq qara?
aşağısındadır. Bu şəkildə niyə görə bilmirik? Çünki qara ilə qara dairənin üstə düşüb deyə gizlənib artıq bunun arxasında. Oldu. İndi aşağıdan sonra nə olmalıdır? Sağında olmalıdır qara hissəsi. İndi sağında olacaqsa qara hissəsi, baxırıq hardadır? A variantında. B-ni də atandan sonra doğru cavabımız qalmış oldu. Deməli, A variantı doğru cavabdır. Keçdik növbəti suala, 10-cu suala. Yuxarıdakı A və B bitkilərinin illərə görə hündürlüklərinin dəyişməsi göstərir. 16 ildən sonra bu bitkilərin hündürlükləri fərqi neçə santimetr olar deyə bizdən soruşur. İndi belə olanda məsəl üçün düşünənləriniz var ki, 8-dən 16 il sonranı götürək. Yox, yadda saxlayın ki, bu sadəcə bizə verilən dəyişmə üçün olan bir qrafikdir. Yəni 8 il keçsə, bitki başlanğıcdan bu qədər artar. Artımları müşahidə etməyimiz üçün verilən bir şeydir. Biz həmişə burada nə edirik? Başlanğıcdan hesablayırıq. Əgər şərtdə demirsə ki, 8 ildən sonrakı illər filan. Şərtdə bir şey demirsə elə rahat-rahat başdan başlayacaqsınız hesablamağa. Və çalışın sistemli bir-bir baxın xəttlərə. Məsəl üçün əvvəlcə ancaq və ancaq bu xəttə baxıram. Bu bir dənə bitkidir. A və B bitkilərdə, düzdür? Bu olsun deyək ki, A bitkisi. İndi A bitkisinə fikir versək, sıfırdadır bura, düzdür? Sıfırdan fikir verin 8-ə. 8 il ərzində sıfırdan 6-ya. Görürsünüz, 40-40 xəttlərinə baxıram da. Sıfırdan 8-ə, sıfırdan 6-ya. Bura santimetri, hündürlüyü bildirir. Burada ili, zamanı bildirir. 8 ilə nə qədər artıb? 6 santimetr artıb. Düzdür? Ona görə yazıram. A bitkisi 8 ilə 6 santimetr artır. Artır. Düzdür? İndi bəs 16 ilə nə qədər artar? 8 ilə 6 artan, düzdür? 2 dəfə çox ilə, növbəti 8 ilə də, yəni 16 ilə cəmi bir yerdə, yenə 6 cm artıb, bir yerdə 12 cm artmış olacaq. Düzdür? Yeni təşkil ayıram. 8 ilə artırsa, növbəti 8 ilə də 6 artacaq və nəticədə 16 ilə 12 cm artmış olacaq. Bu oldu A bitkisi. İndi keçdik B bitkisinə. Deyəcəksiniz, nə bilirsiniz? A budur, B budur, fərqi yoxdur. Yerini dəyişə bilərsiniz. İndi B bitkisinin elə bir ki ağacdır. Əkiləndə boyu nə qədər olub? 3 cm olub. Düzdür? İndi 3 sm-dan 6 sm-ya. 3 cm artıb neçə ilə? Fikir verin, yenə 40-40 xəttlərin olduğu yer. 8 ilə. Oldu? İndi 8 ilə B bitkisi yazıram bura. 3 cm artıbsa, düzdür? 16 ilə, yəni növbəti 8 ildə yenə 3 artacaq, 6 cm artmış olacaq da yekunda. Düzdür? İndi B bitkisinə fikir versəz, A'nın boyu 0 idi. A buradan başlamışdı. Düzdür? Amma B bitkisinin boyu 3 cm var axı burada. Ağacı əkəndə 3 idi. 16 ilə də 6 cm artdı. Deməli, B bitkisinin, B ağacının boyu nə qədər oldu? Oldu 9 cm. Deməli, B ağacının 16 il sonra boyu 9 cm-dir. A ağacı da 16 ilə 12 cm artmış olacaq və boyu başlanğıcda 0 idi. 0 ilə 12-ni toplayanda A ağacının da 12 cm-dir. İndi 16 il sonra A'nın boyu oldu 12, B'nin boyu oldu 9. Bunlar arasında neçə santimetr fərq olar? 3 santimetr fərq olar. Yəni doğru cavab nə olmuş olacaq? Olacaq D variantı. Sonra belə də eləyə bilərsiniz qrafik üzərində. Görürsünüz, fikir versəz, bu bizim deyək ki A bitkimiz idi. 8 ilə 6 cm artmışdı. Düzdür? İndi 8 ilə 6 artmışdısa, uzadıram bu qrafiki. Uzadıram. Bura olsun 16 il. İndi A bitkisi 8 ilə 6 artıb, görürsünüz 6-da dayanıb, 0-dan 6-ya gəlib yəni. İndi 16-cı ildə 6 da artıb, boyu nə qədər olacaq? 12 olacaq. Görürsünüz, yazdım bura 12. Bu A'dır bizdə. Görürsünüz, A'dır. İndi B bitkisini uzadıram. B bitkisi 3 cm artıb 3-dən 6-ya. 8 ilə. Düzdür? İndi 8 ilə 3 artıbsa 16 ilə B bitkisi. Görürsünüz, uzadıram B bitkisini. 16 ilə. Yəni burada boyu nə qədər olacaq B bitkisinin? 8 ilə 3 artmışsa növbəti 8 ilə də 3 artacaq. Hayda, əlim dəydi, getdi. X-a dəydi, əlim getdi uşaqlar. Bir də göstərim ondan yarısı. Deməli, A-nı uzatmışdıq. Bu B idi. A-nı uzatmışdıq. Bura qədər. Görürsünüz, 16 ilə olmuşdu 12 cm. İndi gəldik B bitkisində uzadırıq. B bitkisi də bu aydı. İndi deyirəm, yenə əlim dəyməz.
Bu da B-dir. Görürsünüz, bu hissədir. İndi görürsünüz, 3 sm artırdı 8 ilə. Növbəti 8 ildə də 3 sm artmış olacaq. Olacaq boyu artıq 9 sm. Başlanğıcda 3'ü var idi axı bunun. Oldu. 3'ün üzərinə gəlir artıq. Və nəticə etibarilə 16-cı ildə, 16-cı ildə bunlar arasındakı boy fərqinə baxsaz, 12-dən 9'u çıxanda 3 sm qədər boy fərqi olmuş olacaq. Bu da 10-cu sual idi. D variantı. Keçdik növbəti suala. Gəldik 11-ci sual. Aşağıdakı sırada yuxarıdan aşağıya 7-ci hərfdən. Görürsünüz, yuxarıdan aşağıya sayıram. Birinci hərf A hərfidir. Qələmimi götürüm. A hərfidir. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci. Yuxarıdan aşağıya 7-ci gördük ki, Ə hərfidir. Görürsünüz, bu 7-ci hərfdən yuxarıdakı 4-cü hərfdən. Baxın, yuxarıdakı 4-cü hərf deyəndə özünü saymayın. Bundan yuxarıdakı, görürsünüz, bundan yuxarıdakı birinci Y-dir. Düzdür? Bundan yuxarıdakı deyir axı. Düzdür? Bundan yuxarıdakı birinci Y, ikinci D, üçüncü T, dördüncü C. Yəni C-dən gedir söhbət. Dördüncü hərfdən, aşağıdakı ilk hərfdən, yəni dördüncü hərf C idi. C-dən aşağıdakı ilk hərfdən, yəni C-dən. C-dən yuxarıdakı ikinci hərfi tapın. İndi C-dən yuxarıdakı birinci hərf C-dir, ikinci hərf də nədir? B-dir. Nə oldu? Doğru cavab oldu. D variantı. 2 dəfə qəbula düşüb bu sual tipi. Bir də təkrarlayıram. Deməli, yuxarıdan aşağı 7-ci hərfdən. Bura qədər ayırdım. Görürsünüz, 1, 2, 3, 4, 5, 6, 7. Oldu, deməyin ha, niyə A-nı götürürük? Demir ki, A-dan aşağıdakı 7-ci hərfin. Yuxarıdan aşağıya. Oldu, sayarkən 7-ci hərfdən mənasındadır bu. 7-ci nə oldu? Olmuş oldu Ə hərfi. Ona görə bu Ə-ni işarələmişdik. Sonra həmin bu Ə hərfindən yuxarıdakı 4-cü hərfdən. Bura qədər ayırıram. Yuxarıdakı 1, 2, 3, 4. Görürsünüz, Ədən yuxarıdakı birinci Y-dir. İkinci D, üçüncü C, dördüncü C. İndi bu C hərfindən bura qədər də ayırmışıq artıq. Düzdür? Bu C hərfindən. Aşağıdakı ilk hərfdən. C-dən aşağıdakı ilk hərf hansıdır? C-dir. Düzdür? Ona görə C-ni işarələdik. C-dən yuxarıdakı ikinci hərfi tapın deyir. C-dən yuxarıdakı birinci C-dir, ikinci B-dir. Doğru cavab olmalıdır. D variantı. Bunu da bildik. Gəldik D variantı işarələyəndən sonra 12-ci suala. İndi 12-ci sualda A. Şilyapa, bir də yazılışını yazmıram. D. Kepka. Sonra Y. Furaşka, bu da papaq növüdür, papaq adıdır. B. Papaq, C-də oldu şərf. Görürsünüz, hamısı papaq növüdür, başa taxılır. Amma şərf boyuna dolanır. Oldu. Şərfi başa taxanlar da var, düzdür, amma yəni başa dolayanlar da var, amma yenə də şərf bunlardan fərqlidir. Təbii ki, yəqin ki, bilirsiniz. Mən şərif olaraq bildik C variantı doğru cavabımızı. Bunu da atdıq, tullandıq 13-cü suala. İndi 13-cü sualda yenə bir saat əqrəbi kimi baxsaq, fikir versək, görəcəyik ki, saat əqrəbinin əksinə, görürsünüz, əvvəlcə burada. Fikir versək, nə baş verib? Əvvəlcə birinci fiqurun parası ağ olub. Düzdür? Görürsünüz, parası ağ olub, yarısı qara qalıb. Yəni, yarısı ağardı qısacası. Görürsünüz, birinci şəkil tam qaraydı. İkinci şəkildə buradakı dairənin yarısı ağardı. Üçüncü şəkildə artıq həmin dairə tam ağ oldu. İndi dördüncü şəkildə saat əqrəbinin əksinə hərəkət edir sanki. Düşdü aşağıdakı fiqura. İndi aşağıdakı fiqurun, görürsünüz, yarısı ağardı. Növbəti şəkildə təbii ki, aşağıdakı fiqurun hamısı ağ olmuş olacaq. Düzdür? İndi növbəti şəklə keçdik. Artıq növbəti şəklə keçəndə saat əqrəbinin əksinə hərəkət edirdi axı. Düzdür? Ona görə buradakı qaranın artıq yarısı ağ olmalıdır. Görürsünüz, ağ, ağ. Hər halda buradakı qara dairə dəyişmir. Bu dəyişmir deyə elə C-ni ata bilərik. Düzdür? D-ni ata bilərik. A-nı ata bilərik. Oldu. Qalırdı bir dənə B variantı, bir də Y variantı. Görürsünüz, indi buradakı fiqurumuzun parasını ağartmalıyıq. Gəlib olmalıdır bu formada. İndi fikir versək, bu əvvəldəki 2-dən dəyişməməli idi ki, B-də amma götürüb qaraldı buranı. Ona görə B-ni atdıq, uyğun olmalıdır Y variantı. Yəni yarım-yarım ağararaq gedir. 13-ü bildik Y variantı. Gəldik 14-cü suala. Sual əvəzinə uyğun variantı seçməliyik. Rebus sualıdır. Və baxsaq, məsəl üçün, görürsünüz, bu hissədə yazılıb 37. Və bu 37 nəyə birləşib? Yanında belə bir 3 bucağa. Düzdür?
Oradan düşünə bilərik ki, bu üçbucaqla 37-nin nəsə bir-birindən əlaqəsi var. Məsəl üçün 6-nı neynəsək 30-luğa gedib çıxar? Kvadrata yüksəltsək, düzdür? Ona görə düşünürəm ki, 6-nın kvadratı 36, 1-in kvadratı da 1. Toplayanda eləyir 37. İndi eyni şəkildə 4-ün kvadratı 16, 9-un kvadratı 81. Toplayanda olur 97. 7-nin kvadratı 49, 2-nin kvadratı 4. Topladıq oldu 53. 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Toplayanda y oldu 13. Deməli, y-in 13 olduğunu tapdıq. Qaldı nə? Bir dənə x-i tapmaq. İndi fikir versək, buradakı üçbucaqlar hər ikisi gəlib belə bir dairəyə birləşir. Görürsünüz, bu sanki bizə yol göstərir. İndi bu 14-ü almaq üçün ən rahat qayda nəyi yoxlaya bilərik? Toplamanı. Görürsünüz, 7, 2, toplayanda 9, üstünə 2 gəldik, 11, üstünə 3 gəldik, 14. İndi 61 ilə 23 12-yə birləşir. 2 ilə 3-ün cəmi 5, 6 ilə 1-in cəmi 7, topladıq oldu 12. İndi 4 ilə 9-un cəmi 13, 7 ilə 2-nin cəmi 9, topladıq oldu 22. İndi 4 ilə 9-un cəmi 13 idi, üstünə də 6 ilə bu 1-in cəmini gələndə oldu 7, 13 ilə 7-nin cəmi oldu 20. Deməli, x-i də tapmalıymışıq ki, olmalıymış 20. Deməli, x 20-dir, y 13-dür. Bununla da doğru cavabımızı tapdıq ki, olmalıdır D variantı. Bunu da bildik. Məntiqin sonuncu sualına gəlirik. Qatlanma istiqamətinə mütləq diqqətlə fikir verməliyik. Diqqətlə baxmış olsaq, görəcəyik ki, kağızı əvvəlcə soldan sağa doğru qatlayıb. Düzdür? Soldan sağa qatladı. Hal-hazırda bu kağız düzbucağımızın sağ tərəfindədir. Oldu. Sonra neyniyib? Sonra götürüb yuxarıdan aşağıya doğru qatlayıb. İndi düzbucaqlı sağ tərəfdəydi. İndi sağda olan bu düzbucaqlını yuxarıdan aşağıya qatlayırsa, alınan bu qatlanmış bu kağız hardadır? Sağ aşağıda. Düzdür? İndi həmin o sağ aşağıda olan bu kağızımızın, sağ aşağıda olan kağızımızın üzərində kəsiklər olunub. Və biz demişdik ki, ana parçamız heç vaxt dəyişməz. Düzdür? Mən sağ aşağı parça dəyişməməli deyə sağ aşağını variantlarda ayırıram. Görürsünüz, ayırıram. Bu mütləq şəkildə necədirsə ana parça, variantda da o şəkildə qalmalıdır. Oldu. Görürsünüz, götürdüm, buranı ayırdım. Y variantına baxın, buradakı bu xət. Bizdə elə deyil axı, bu formadadır. Ona görə Y variantını baxan kimi rahat-rahat atdıq. Sonra D variantını ortada verilib bu. Düzdür? Amma bizdə elə deyil axı, bu hissədədir. Ona görə D variantını da götürdük, atdıq. Yəni ana parça olduğu yerdə necə görsənirsə, elə də qalmalıdır. İndi A-dır, B-dir, C-dir. Bunlar da hər şey qaydasındadır. İndi biz bu kağızı açmağa çalışsaq. Yuxarıdan aşağıya qatlamışdıq sonuncu dəfə. Düzdür? İndi aşağıdan yuxarıya açmalıyıq ki, belə bir düzbucaqlı vəziyyəti yaradaq. Düzdür? Yuxarıya doğru bunu açmış olsam. Yuxarıya doğru açanda aşağı ilə yuxarı bir-birinə simetrik olmalıdır. Aşağıda belə bir xət varsa mütləq yuxarıda da verilməlidir. Yəni gəlib belə dayanmalıdır. İndi burada belə bir qara varsa mütləq yuxarıda da qara olmalıdır. Sonra burada belə bir xət varsa mütləq simetriyası yuxarıda da bu şəkildə dayanmalıdır. Düzdür? İndi baxsaq B variantında sağ tərəfdə verilib, A variantında sağ tərəfdə verilib. A-nı da atsaq, B-ni də atsaq nə qalacaq doğru cavabımız? C variantı. İstəsəz C variantını sonra götürüb kağızı bir dəftər sola doğru açmalıyıq axı, düzdür? Çünki soldan sağa qatlamışdı. İndi əksinə götürüb açmalıyıq. İndi ona görə C variantının elə üzərinə fikir versəz, buradan durub baxanda həqiqətən sağla sol simetrikdir. Oldu. Gör, simetrik formada verilib bizdə. Fikir versəz, gül kimi smiley alınır. Oldu. Mən C variantında hər şey qaydasındadır, doğru cavab olmalıydı. C variantı. Deməli, məntiq suallarını bitirdik. Gəldik 16-cı sual, informatika sualları. POP3 və SMTP protokolları hansı internet xidmətinin təşkil üçün istifadə olunur? Digərlərin hər birini şəbəkələrdə onsuz da geniş-geniş öyrənmiş olacaqsınız deyə uzun-uzun danışmayacağım. Post Office protokol, bir də Simple Mail Transfer protokol. Biri mail ünvanlarının, postların göndərilməsi üçün, digəri amma paylaşımların, postların qəbul olunması üçün istifadə olunan mail proqramlarıdır. Oldu. Ona görə doğru cavab olmalıdır bizdə. B variantı 16-cı sualda. Sonra düşdük aşağıya doğru. 17. Pəncərənin sol kənarında yerləşən Slide Outline panelinin ekrana görünməsi hansı görünüş rejimində baş verir? Biz normal görünüş rejimində, bizim PowerPoint-də sol tərəfdə görürsünüz belə bir slaytlarımız olur. Birinci slayd, ikinci slayd, üçüncü slayd.
Və yuxarı hissədən biz outline-ı seçəndən sonra orada da slaydın adına, mətninə düzəlişlər eləyə bilirik. Oldu. Ona görə normal görünüş rejimində görsənir həmin o slide outline paneli. Doğru cavab C variantıdır. Keçdik növbəti hissəyə. Əsas açar nədir? İndi əsas açar artıq Access proqramından, verilənlər bazasında aritmə sistemindən, relyasiya modelindən yaxşı bilməliyik ki, cədvəlin hər bir yazısını bir qiymətli təyin edən sahə. Məsəl üçün, Azərbaycan Respublikasının verilənlər bazasında əsas açarımız bizim şəxsiyyət vəsiqəmizin fin kodudur. Həmin o fin kodların sayəsində heç bir kod təkrarlanmır, kodlarımız bir-birindən fərqli olur və yazılarımız, məlumatlarımız bir qiymətli təyin olunur həmin sahədə. Digər variantlar elə mənasız söz yığındır. Ona görə birbaşa D variantını dedim. Keçdik növbəti suala. Deməli, D variantı olaraq bunu bildik. İndi birinci nəsil kompüterlərin element bazası hansı idi deyə bizdən soruşur. Biz də artıq bilirik ki, elektron lampalar 1. Düzdür? Yarım keçirici diodlar, tranzistorlar 2. İntegral sxemlər 3. Böyük, çox böyük integral sxemlər 4. Fikir verirsə, eyib sözünə əmələ gətirdi. Doğru cavab nə olmuş oldu? Elektron lampalar, yəni D variantı. Deməli, 19-u bilmiş olduq. Keçdik növbəti suala. 20-ci sual. İndi yazıb ki, uyğunluğu müəyyən eləyin. Kompüter şəbəkələrindən öyrənmək olduğumuz bir sualdır. Elə modemi görən kimi, modemi real həyatdan da az çox eşitmişsiniz, düzdür? Modem nə edir? Konkret siqnalları ötürür. Rəqəmsal informasiyanı analoqa çevirir. Yəni demodulyasiya, modulyasiya funksiyasını yerinə yetirir. Modulyasiya nə idi? Rəqəmsaldan analoqa, demodulyasiya analoqdan rəqəmsala. Fikir verin, bununla bağlı bir variant, buna bənzər bir variant harda görə bilirsiniz? Baxsaq, rəqəmsal informasiyanı telefon xəttləri, modemə qoşulan o kabellərdən bilə bilərsiniz. Ötürülən siqnallara və tərsinə çevrilməsini təmin edən qurğu. Deməli, bir uyğun oldu B getdi. Yazıb ki, şəbəkə səviyyəsində işləyən və paketləri bir şəbəkədən digərinə ünvanlayan qurğudur. İnternet paketlərindən gedir söhbət. Bu, ruterin funksiyasıdır. 2-yə A və yaxud da ruteri deyə bilərsiniz ki, müxtəlif topologiya və protokollu şəbəkələri birləşdirən aparat proqram vasitəsi qurğusu oldu. Deməli, 2 uyğun olmuş oldu. A, bunu da atmış olduq. Sonra mən sırayla gedirəm, sonra variant seçərik. C variantı şəbəkənin 2 segmentini və ya kabelinin birləşdirilməsi üçün sadə qurğu. Bu repeaterdir. 2 dənə segmenti, kabeli bir-birinə cağlamağımız üçün, sanki birləşdirməyimiz üçün istifadə olunur. Bu burada yoxdur deyə C-ni atdım. Sonra D variantı müxtəlif topologiyalı, lakin eyni protokola malik olan lokal şəbəkələr arasında birləşdirən qurğu. Körpü rolunu oynayan qurğu kimi yadda saxlayarsınız. Ona görə bu birbaşa ilə D variantı götürdüm. Eyni protokola malik sözünü eyni sözündən yadda saxlaya bilərsiniz. Oldu. Deməli, eyni sözü gördünüzsə, deməli, biricidir. Uyğun oldu körpü 3-ə D. Bir dənə Y-yə də baxaq. Kompüterlərin şəbəkə adapterlərini nazik kabelə birləşdirmək üçün qurğudur. Şəbəkə adapterləri nazik kabellərdən gedəndə sadə kabellərdən gedir söhbət. Bunlar da birləşdiricilərdir. Və yaxud da konnektor formasında görəcəksiniz şəbəkələri keçəndən sonra qarşıda. Deməli, yeni də atdıq, hamısına baxdıq cümlələrin. 1B2A 3D olmalıdır. B variantı. Biraz sizi bunlar yoracaq şəbəkələrdə, çünki sırf ixtisasınızla bağlı olmayan şeylər olmuş ola bilər deyə. Ona görə biraz qarışıq gələ bilər, amma ümid edirəm ki, dərsdən sonra hər şey tam qaydasında olmuş olacaq. Deməli, bu bizim neçənci sualımız idi? B variantı oldu, 20-ci sual. Tullandıq növbəti suala. PowerPoint 2010 proqramında təqdimatın təqdim edilmə rejimləri. Təqdim edilmə rejim deyəndə söhbət görünüş rejimlərindən gedir. Bunlar hansı tabdadır? Təbii ki, View tabında. Tək bunda yox, Excel-də də, PowerPoint-də də, Word-də də hardadır? View tabındadır bizim görünüş rejimlərimiz. Sonra tullandıq. Ətraflı görünüş almaq üçün sənədin nəyini böyütmək lazımdır və yaxud da kiçiltmək lazımdır? Miqyasını. Miqyas nədir bizdə? Zoom, düzdür? 10%-dir, məsəl üçün 400%-dir, 500%-dir. Proqramlara görə dəyişik bir vəziyyətdə böyüdürük, kiçildirik. 22-ci sualı bildik. D variantı. Tullandıq 23-cü suala. 27 ədədini onluq say sistemindən ikilik say sisteminə çevirməliyik. Təbii ki, neyniyəcəyik? 2-yə bölə-bölə girəcəyik. Elə bunu bilsəz kifayət edir. 27-ni bölürsünüz 2-yə, 13 dəfədir içərisində 26, qalıq qaldı 1. 13-ün içərisində 2, 6 dəfə 2, 12, qalıq qaldı 1. 6-ın içərisində 2, 3 dəfə 2, 6, qalıq qaldı 0. 3-ün içərisində 2, 1 dəfə 2, qalıq qaldı 1. Bu 1-i də götürürük, sağdan sola oxuyuruq. Olur 11, 0, 11. Haradadır? C variantında. Və yaxud da 27-nin içərisində ən böyük 2 üstü neçə var? 4, yəni 16.
16 plus 11 kimi yazdıq. 11 2 üstü heç bir şeydir axı. Ona görə 11-in içərisində ən böyük 2 üstü neçə var? 2 üstü 3, yəni 8. Düzdür? Ondan sonra plus 3 qaldı burada. 3 yenə 2 üstü heç bir şey deyil. 3-ü də parçalayırıq. 2 plus 1 kimi. Və nəticə etibarilə 2 üstü 4 plus 2 üstü 3 plus 2 üstü 1 plus 2 üstü 0 alındı. Yəni burada ən böyük rəqəm 4-dür. 0, 1, 2, 3, 4 kimi yazandan sonra 2 üstü 4 var deyə bizdə 4-ün aşağısına 1, 2 üstü 3 var deyə aşağısına 1 yazırıq. 2 üstü 2 yox deyə aşağısına 0 yazırıq. 2 üstü 1 var deyə 1-in aşağısına 1 yazdıq. 2 üstü 0 var deyə 0-ın aşağısına 1 yazdıq. Nə alındı? 11, 0, 11. Yəni C variantı. Ona görə 23-ü də bildik. Yenə təkrarlayıram. Siz sadəcə 2-yə bölməni bilsəz kifayət eləyir. Digərini bilməyiniz çox da vacib deyil. Gəldik 24-cü sual. İş vərəqinin adında hansı işarələrdən istifadə eləmək olmaz? Artıq əzbər bilməlisiniz ki, iş vərəqinin adında maksimum 31 simvoldan istifadə olunur və bəzi simvollar var ki, biz onlardan istifadə eləyə bilmirik. Bunlardan bir də nədir? Məsəl üçün, böyük mötərizədir. Nə oldu? D variantı. Keçdik növbəti suala. 25-ci sual. Bu 25-ci sual məsələsində sizdən çox narazıyam. Çünki siz birbaşa ilə baxıb şifahi cavabı götürməyə çalışırsınız. Amma dəfələrlə demişəm ki, bunu mütləq götürün, bir kənardan yazın. B çıxınasında olan C dollar 2 plus dollar D 3 plus 2. Görürsünüz, belə yazın ki, gözünüzün qarşısında olsun. Tənbəllik eləməyin, sadə sualdır, düzdür? B2 xanasına köçürəndə. İndi görürük ki, hərflər dəyişməyib. O deməkdir ki, dollarına heç baxmağımıza ehtiyac yoxdur. Hərflər dəyişməyibsə, sağ tərəfdə də hərflər olduğu kimi qalacaq. Oldu? Gör C və D, dollar D. Olduğu kimi saxladım. Amma rəqəm nə olub? Rəqəm 3-dən 2-yə bir vahid azalıb. Azalıbsa, deməli sağda da azalmalıdır. Sadəcə 2-nin qarşısında dollar var deyə dəyişə bilmirik. Plus 3-ün düz qarşısında dollar yox deyə azaldırıq bir vahid oldu ki, buradakı da sabit ədəddir. Mütləq hər hansısa bir xana ünvanı deyil ki, düzdür? Ona görə də bundan işimiz yoxdur. Oldu? Ona görə buna plus 2 formasında yazdırıq. Yəni nə oldu? B2 bərabər oldu. C dollar 2 plus dollar D2 plus 2. Yəni doğru cavab olmuş oldu A variantı. Və 25-ci sualda biləndən sonra axır ki, sualın izahını bitirmiş olduq. Xoş gəlmisiniz. Sağ olun, necəsiniz? Görürsünüz, uşaqlar, tələbələrdən biri kursa gəlib. Karantin qaydalarını pozublar. Videonu söndürüm.